təhsilə, eğitime çok büyük önem veririk. Çünkü gelecek bununla bağlıdır. Ağılla bağlıdır, yeni teknolojiyle bağlıdır, inkişafla bağlıdır. Biz indi öz təhsil sistemimizi də yerləşdiririk. Bizdə Azərbaycanda 4500 məktəb var. Hər məktəbdə kompüter sinifi quraşdırılacaq. Artıq bu proqramın tərkib hissəsidir və internete qoşulacaq. Ki bizim gənclərimiz dünyada gedən proseslərdən xəbərdar olsunlar və çox güclü, intellektual bir potensial yaransın. Yolun açık, 20 yaşın mübarek, sağ öğretim. Alqışlarımıza görə təşəkkür edirik sizlərə. İndi isə Təhsil bir Millətin Gələcəyidir adlı proqramımızda öz ürək sözlərini demək üçün liseyimizin müdürü Mustafa Ağacgölizoğlu Bey'i buraya dəvət edirik. Buyurun Mustafa Bey. Alqışlarımız. Kuba Rayon İcra Hakimiyeti'nin başçısı, hürmetli Mübariz Müəllim, Çağrıtim İşletmelerinin Prezidenti, hürmetli Enver Müəllim, Azerbaycan Estradası'nın hürmetli müğənnileri, Azerbaycan'ın muhtelif yerlerinden tedbirimize iştirak eden hürmetli konaklar, hürmetli valideynler, aziz şagirtler, Umum Milli Lider Haydar Aliyev'in anadan olmasının 89. yıl dönümüne ve Çağ Öğretim İşletmelerinin 20 yıllık yübileyine hasredilmiş tedbirimize hoş geldiniz. Çağ Öğretim İşletmeleri ilk defa 1992. yılda Umum Milli Liderimiz Haydar Aliyev Cenaplarının hayır duasıyla faaliyete başlamış ve 20 yıldır ki etimada sadakatle Azerbaycan için dünya ile yarışmaya devam etmektedir. İnsanların hayatında ilkler ne kadar önemlidirse, mesela mektebimize dahil olan şagirtler mektebe girdikleri ilk imtihanları unutamazlar. Devletlerin hayatında ilkler ne kadar önemlidirse, bugün Azerbaycan'ı bütün dünya tanıyor. Fakat Azerbaycan'ı resmi olarak ilk tanıyan devlet, onun kadri, onun yeri başkadır. Bugün 150'den artık ülkede faaliyet gösteren Türk liseyleri içinde de Umum Milli Lider Haydar Aliyev'in yeri başkadır. Çünkü Türkiye'den hariçte faaliyet göstermesine Türkiye'nin dışında ilk destek veren Umum Milli Liderimiz Haydar Aliyev Cenapları olmuştur. Onun 20 yıl evvel Nahçıvan'da Hasret Köprüsü'nden geçerek harici ülkelere açılan bu liseyler bugün dünyanın 150'den artık ülkesinde faaliyet göstermektedir. Eğer siz Kenya'daki bir mektebe gidip sorsanız orada Haydar Aliyev'i yad ederler. Ya da Somali'dekine, Japonya'dakine gidip sorsanız Haydar Aliyev'i hayırla yad ederler. Çünkü onlar da bilirler ki bu işin ilk pillesinde Haydar Aliyev Cenaplarının emeği vardır, onun hayır duası vardır. Bu mevzuda Kuba'nın da hususi yeri vardır. Çünkü 1997. yılda Beynelhalk Fen Olimpiyadalarında Azerbaycan'a ilk medal Kuba Özel Türk Liseyi şagirtleri tarafından gelmiştir. Aynı zamanda 2008. yılda Çağ Öğretim İşletmelerinin ilk 700 bal toplayan şagirdi Kuba Özel Türk Liseyi'nin şagirdi olmuştur. Bu 19 illik faaliyetinde
Quba Özel Türk Liseyi 545 mezun vermiş, Beynelhalk Fen Olimpiyadalarında 46 medal kazanmış ve üniversitelere kabul imtihanında 99% muvaffakiyet kazanmıştır. Ali mekteplere kabul imtihanında 35 mezun 600 baldan yukarı bal toplamıştır. Sizler de takdir edersiniz ki bu çok büyük bir uğurdur. 2011-2012. Tedris yılında liseyimizin şagirdleri Beynelhalk Fen Olimpiyadalarında 8 medal kazanmıştır. İdman sahasında da şagirdler kazandıkları medallarla özlerini idmanda da sübut etmişlerdir. Aziz şagirdler, bu yıl hayatınızın en vacip imtihanına iştirak edeceksiniz. Bu imtihanda büyük muvaffakiyet kazanacağınıza yürekten inanırım. Mektepte tahsil aldığınız müddette elde ettiğiniz uğurları bundan sonra da devam ettirmeyinizi ve size gösterilen itimada ve Haydar Aliyev yoluna sadakatle devam etmenizi arzu ederim. Hürmetli valideynler, sizleri de tebrik ederim ki böyle evlatlara sahip olduğunuzdan dolayı. Hürmetli başçım, siz Mingeçevir'e ilk geldiğinizde bize hedef vermiştiniz. 700 balı toplayan şakirde ben araba vereceğim diye. Ve Mingeçevir'de de ondan 2 yıl sonra 700 bal toplanmış ve siz de maşın hediye etmiştiniz. Şimdi bizim şagirdlerin de hedefi, siz buraya geldiğinizde de aynı hedefi verdiniz bize. Bizden 3 şagirdimiz 700 bal kazanmaya namzet bu sene. Eğer siz de güçlü bir alkışlarsanız biz şagirdlerimize 700 bal bekliyoruz. Tekrar hoş geldiniz diyorum, teşekkür ediyorum. Sağ olun. Mustafa Bey'e bu çıxışına görə teşekkür edirik və Mustafa Bey'in qeyd etdiyi kimi bizim Quba Özel Türk Liseyinin şagirdləri də müxtəlif yarışlarda iştirak ediblər. İndi isə alqışlarınızla bu şagirdləri sizə təqdim edəcək. Məktəbimizdən qəbul imtahanlarında ilk 3 yeri tutaraq məktəbimizdə oxuyacaqları 5 il müddətində pulsuz təhsil almaq hüququ qazanan şagirdlərimiz var. Bu şagirdlərimizi sizlərə təqdim edirik. Muradov Rabil Mobiloğlu birinciye, Rəhimov Süleyman Sararoğlu ikinciye, Kapılar ve Onur Galiboğlu üçüncüye, bu şagirdlere öz mükafatlarını təqdim etdirək və ürək sözlər demək üçün şirkətimizin rəhbəri Ənvər Bey'i buraya dəvət edirik. Buyurun Ənvər Bey. Hanımlar ve cenaplar, hürmetli başım, Bakü'den gelen misafirlerimiz, Türkiye'den gelen misafirler, Respublikamızın ses sanatçıları, biz hepimiz hep beraber 20 yıl öncesinden buraya mumillerimizin gösterdiği istikamette itimada, sadakatla 20 yıl deyirik ve nece 20 iller inşallah yolumuza devam ederik. O günkü mektep ideyasını Türkiye'den seslendiren büyüklerimiz, aksakallarımız ilk defa umummillerimize arz edilen bu mektep düşüncesi, mektep kurma ve nesiller arası alınacak tahsile göre ve bir milletin geleceği tahsile bağlı olması ve Azerbaycan'la Türkiye arasında kurulan en sağlam köprünün de ancak ve ancak tahsil köprüsü olacağı, umumillerimizin bu gösterişiyle o gün başlayan bu hayırlı faaliyetler demek olar ki hepimizin iftihar menbeine çevrilmiş ve bugün dünyanın 150'den çok ülkesinde artık ilkleri Azerbaycan'da olan, ilkleri Kuba'da olan bu mektepler bugün dünyanın 150'den çok ülkesinde Türk dilinde danışan, Türk dilinde mahnı söyleyen, Azerbaycan dilinde mahnı söyleyen
şakirtler yetiştirmiş. Ve bununla da kalmayarak hepimizin iftihar edeceği seviyede Prezidentimiz İlham Aliyev'in gösterdiği istikamette Azerbaycan Türkiye hariçte birge diaspora aparmalıdır sözünün altında bugün Azerbaycan'dan da mezun olmuş gitmiş bu gençlerimiz dünyanın muhtelif ülkelerinde Azerbaycanlı öğretmen arkadaşlarımız da bu mekteplerde öğretmenlik yapıyorlar. İlk geldiğimiz iller 85% öğretmenler Türkiye'den gelirken bugün artık 83-85% müellim kolektifi artık Azerbaycanlı sizlerin evlatları oldu. Aras kurslarımızda 98% müellim kolektifi artık buralardan yetişmiş sizlerin evlatları oldu. Üniversite kolektifinde müellim kolektifi, profesör kolektifinin %87'si artık buralı oldu. Ve artık bir taraftan da dünyada açılan bu mekteplere Azerbaycan'dan da öğretmen arkadaşlarımız, müellimler gitmeye başladı. Ben sadece şunu diyebilirim, sadece müellimlikte de kalmayıp bugün gitseniz Güney Kore'ye varsanız orada sizi Türk Mektebi'nde International School'da sizi misafir edecek bir Azerbaycanlı müdür arkadaşımız vardır. Gitseniz bugün Burma'ya, Myanmar'a gitseniz Myanmar'da o mektepte International School'da müdürlük yapan Azerbaycanlı arkadaşlarımızı göreceksiniz. Güney Afrika'ya gitseniz Güney Afrika'daki açılmış mektepte 3 tane Azerbaycanlı müellim arkadaşımızı göreceksiniz. Balkanlara gitseniz Arnavutluğa, Bosna'da göreceksiniz bunları. Romanya'da göreceksiniz, Almanya'da göreceksiniz. Ve Amerika'ya gittiğiniz zaman, giden olursa adres veririm, gittiğiniz zaman göreceksiniz ki Amerika'da açılmış olan mekteplerde Azerbaycanlı müellim arkadaşlarımız İngilizce Amerikalıya Amerika'da ders demekteler. Ve bunlar bir ülke insanının yetişen nesiller bu ülkedeki tahsili seviyesini aynı zamanda yükselttiği, kaldırdığı gibi bir taraftan da bu ülkenin hariçteki diasporasını her geçen gün ayağa kaldırmaktadır. Ve bugün görülen iş göz kapağında ülke başçımızın gösterdiği istikamette itimada, sadakatla ve bütün kolektifimiz olarak, siz valideynler olarak ve bütün şehir içtimaiyatıyla birlikte sırtımıza aldığımız, çiğnimize aldığımız o mesuliyetle yeni nesillerin yetişmesine yanaşma ve daha hür bir şekilde ülkemizin, Azerbaycan'ın da, Türkiye'nin de dünya mikyasında olması gerektiği yerde bulunması istikametinde cehd ve gayret gösterilmekte. Evet, yetişen şakirtlerimiz her birisi bu ruhla, bu şuurla Azerbaycan devletçiliğine sadakatla dünyanın harasında olursa olsun o kendi kültürünle orada olacak, kendi şiirini diyecek, o aynı zamanda kendi mahlusunu okuyacak, aynı zamanda oralarda kendi kültürünü temsil edecek. Ben bir kere daha valideynlerimizi tebrik ediyorum. 5 yıl müddetinde siz bunlara emek verdiniz, yetiştirdiniz. Mektep kolektif olarak biz şakirtlerde öncelikle bunların liyakatli evlatlar olması için biz de hassasiyetle yanaştık. Bu arada bütün kolektifimiz, şirkette işleyen müellim kolektifimiz, onların liyakatli evlat olarak yetişmesinin ellerinden geleni yaptılar. Ben onlara da teşekkür ediyorum. Yerine göre şakirtlerin anası atası oldular, yerine göre ağabeyler oldular, yerine göre dertlerini bölüştüler, yerine göre birlikte çaylarını içtiler. Ama bütün ortak hedefimiz neydi? Bunlar bu Respublika'ya, onun prezidentine sadakatla hizmet eden, Respublika'ya hizmet eden insanlar, fertler olsun. Bugün sizin Kuba'da içinde bulunduğunuz bu şehirde o günü bilenler burada var ve bu mektep açıldığı zaman bize o gün verilen mektep içerisinde 3 tane, 4 tane sınıf kurtarmıştı. Ertesi yıl 2004'ten itibaren satın alınan 13 tane dombikte ders geçilirdi. O günkü burada olanlar onu bilirler. 2000. yıla kadar mektebin binası kurtarıncaya kadar bu dombiklerde ders devam etti. Ama bu dombiklerden dünya şöhretli
olimpiyadalarda medal kazanan şagirdler yetişti. Ve onlar üniversitede, Kolombiya Üniversitesi'ni gittiler, kurtardılar. Orada öğretim üyesi oldular, hoca oldular ve bugün Azerbaycan'a geldiler, Azerbaycan'da işliyorlar. En itibarlı hekimler oldular, akademisyenler oldular, ekonomi uzmanları oldular. Ve ben bir kere daha AMİ'yi tebrik ediyorum, mezunlarımızı tebrik ediyorum, valideynlerimi tebrik ediyorum. Şehir içtimaiyatımıza, başçımıza buraya geldi. Bugün sizlerle beraber olduğu için tekrar teşekkür ediyorum ve herkese başarılar diliyorum. Sağ olun. Enver Bey'e bu çıxışına görə təşəkkür edirik və biz proqramımıza devam edirik. Aziz qonaqlar, bizim şairlərimiz beynəlxalq yarışlarda iştirak edib, böyük uğurlar qazanırlar. İndi o uğurları sizinlə görüşmək istəyirik ki, siz də tanış olasınız. Lüğər Zeynalov, Pərviz Güləliyev, 2012-ci ildə beynəlxalq ətraf mühiti mühafizə olimpiyadasında ikinci yeri tutaraq gümüş medal almışlar. Almışlayaq balarlarımızı. Sultan Sultanov, Nəsrullah Niha, Əliyə Bülbül, Musayev Cahanda, Rumıniyada keçirilən kompüter yarışmasında 3-cü yeri tutaraq birinci medala layık görülmüşlər. Almışlayaq bu balalarımızı. Musayev Cahanda, Nurməmmədov Edirikə, Türkiye'de keçirilən beynəlxalq kompüter yarışmasında 2-ci yeri tutaraq gümüş medala layık görülmüşlər. Şagirdlərimiz təkcə yarışlarında yox, eyni zamanda idman yarışlarında da fəallıq göstərirlər. Ümumi liderimiz Heydər Əliyevin alınılmasının ilgörünə həsr olmuş Spartakiyadada güləş yarışlarında şagirdlərimiz uğurla çıxış edərək mükafatlar qazanmışlar. Fəhmiz İskəndərov, sərbəst güləşdə birinci yer. Səqət Rəşidov, sərbəst güləşdə birinci yer. İbrət Zeynalov, sərbəst güləşdə üçüncü yerə layıq görülmüşlər. Və mənim elə yer ki, qullar uşaqlarımızı almışlamağa dəyər. Hamı bu dövrün öz Koroğlusu, Qılınç Koroğlusu, söz Koroğlusu. Qılınç Koroğlusu da var, söz Koroğlusu da var inşallah. Və bu şagirdlərimizə mükafatlarını təqdim etmək və öz ürək sözlərini demək üçün hörmətli icra başçımız Mübariz Ağayev cənabları buraya davet edir. Hörmətli şagirdlər, hörmətli valideynlər, hörmətli qonaqlar. Bildiyiniz kimi biz bugün çox böyük bir tədbirə yığışmışıq ki, bu günlərim bizim Respublikamızda 20 illik fəaliyyət göstərən Sağ Öyrəkdim şirkətinin bugünkü gündə böyük bayram təntənəsinə təşrif buyurmuşuq. Əsası Ulu Öndərlə bağlı olmuş bu təhsil ocağı Azərbaycana bu günlərim çox böyük nimət paylar vermişdir. Əsası Ulu Öndər tərəfindən qoyulan zaman, indi biz video çartda da onu gördük və məlum oldu ki, Ulu Öndərin xeyir-duası ilə bu təşkilat təşrif tapmışdır. Sözsüz ki, Azərbaycanda təhsil sisteminin yaradıcısı, qurucusu Ulu Öndər olmuşdur. Hələ Sovetlər önəmində Ulu Öndər birinci dəfə hakimiyyətə gəldikdə, Azərbaycan təhsilinin inkişaf etməsi, Azərbaycan oğul qızlarının savadlı yetişməsi üçün və ümumiyyətlə Azərbaycan gələcək təhsili haqqında proqram irəli sürərək Azərbaycan oğul və qızlarını keçmiş Rusiyanın şəhərlərinə oxumaq üçün göndərdi ki, o insanlar bugün Azərbaycan üçün öz bəhrəsini verirlər. Elə bunu uzaq görən bizim Ulu Öndərimiz bunu zaman keçdikcə Azərbaycan tarixində yaradıcısı və qurucusu memarı olmuşdur. Münasib olaraq 92-ci ildə də
Ulu Öndərin öz xeyir-duası ilə Azərbaycan təhsilində bir nisbi emmə vaxtı müşahidə olunan zaman bax bu təhsil ocağının yaranmasına Ulu Öndər böyük xeyir-dua vermişdir. Sözsüz ki, şirkət işə başladığı dövrdə Azərbaycanın müxtəlif diyarlarında çox böyük nailiyyətlər əldə etmişdir. Elə buna münasib olaraq mən Mingəçevir şəhər icra hakimiyyətinin başçı işlədiyim müddətdə də mən dəfələrlə onların tədbirlərində çıxış etmişəm və onları həmişə səmimi qəlbdən təbrik etmişəm. Həqiqətən onların yetişdirdiyi uşaqlar demək olar ki 98 və 99% ali təhsil ocaqlarına daxil olurlar. Elə bugün Qubada da bu münasibəti mən həqiqətən görürəm. Sözsüz ki, o zaman Mustafa bəy Mingəçevirdə Çağ Öyrətim şirkətinin rəhbərlik edirdi. Bayaq öz çıxışında da qeyd etdi ki, mən həmişə təhsilə yaxın olmuşam. İstər Mingəçevirdə, istər Göyçayda, istər bugün burada olduğum müddətdə də mən onu bəyan etdim ki, mən həmişə təhsili qaldırmaq üçün əlimdən nə gəlirsə etmişəm. Və Mingəçevir şəhərində də biz elan etmişdik ki, 700 bal toplayan hər bir şagirdə maşın hədiyyə veriləcək. Həqiqətən də elə oldu. Çağ Öyrətim şirkətinin bir nəfər şagirdi 700 bal toplayaraq bir maşın hədiyyəsini almışdır. Və münasib olaraq da burada mən o günü elan etdim, təhsil işçilərlə görüşəndə də ki, 700 bal almış uşağa icra hakimiyyəti öz hədiyyəsini verəcəkdir. Və bu həm təhsilin potensialının qaldırılması üçün, həm təhsildə çalışan işçilərə həvəs və marağın artırılması üçün olan böyük təşəbbüsdür. Mən çalışmışam və bugün də çalışıram ki, işlədiyim şəhərdə orta məktəbi qutaran uşaqlar hökmən yüksək göstəricilərlə ali məktəbə daxil olsun. Və bu günlərim doğrudan da biz Mingəçevirdə olduğu kimi burada da biz bunu davam etdirmək niyyətindəyik və davam etdiririk. Sözsüz ki, bugün burada əksəriyyəti valideynlərdir. Bu məhsul istər bu uşaqlar orta məktəb həzmində, istər türk liseylərində, istər təhsildən sonra repetitorlar yanına öyrənməyə getsə də, valideynin bir arzusu var ki, onun övladı ali təhsil alsın, ali məktəbə daxil olsun. Bu, hər bir valideynin arzusunun kulminasiyasıdır ki, bugün biz böyük bir tədbirə yığışmışıq. Birinci növbədə mən şagirdləri təbrik edirəm, hamınız hər bilin ki, gözəl nəticələr əldə ediblər və konkurslarda iştirak ediblər, fən olimpiyalarında iştirak ediblər, idman oyunlarında iştirak ediblər, böyük mükafatlar alıblar. Bu, Qubanın böyük nailiyyətidir. İkincisi, biz arzu edirik ki, şəxsən mənim arzum ondan ibarətdir ki, burada oturmuş, qutarmış bu günlərin 44 şagird səhv etmirəmsə təhsilini bitirəcək, onların hər biri yüksək göstərici, yüksək balla ali məktəbə daxil olsun. Valideynləri təbrik edirəm ki, çox gözəl, sözsüz valideynin arzusu və diləyi odur ki, cəmiyyət üçün Allah tərəfindən qoyulmuş qanunlara münasib olaraq övlad yetişdirsin, övlad gətirsin. Amma övladı gətirəndən sonra cəmiyyət üçün yararlı evlad yetişdirmək onların şəxsi borcudur, bizlərin borcudur. Bugün siz fəxr edə bilərsiniz ki, hər biriniz belə fəxr olunmalı evladlar yetişdirmişsiniz. Və Çağ Öyrətim şirkətinin rəhbərliyi, pedaqoji kollektivi buradadır. Onlara öz təşəkkürümü və minnətdarımı çatdırıram ki, çox gözəl dərs, tədris keçirlər və tədrisin keyfiyyətinə görə bu günlərim Quba şəhəri müsbət yerlərdən biridir. Bu günlərim şəhərimiz üçün qonaqlar gəliblər, qarşı cərgədə oturublar, çox sağ olsunlar, böyük təşrif buyurublar və bildirmək istəyirəm ki, zaman-zaman Qubada inkişaf baş verir və zaman-zaman Quba doğrudan doğruya yeni don geyinəcək və hər bir zaman biz sizləri öz tədbirlərimizə dəvət edəcək ki, siz Quba əhalisinin bugünkü gündə onların ruhən
mənəvi qida verilməsi üçün tez-tez gəlib burada öz fəaliyyətinizlə konsertlər verəsiniz ki, bizim cəmaatımız və biz də bu işdən ruhlanaq, mənəvi qida alaq, Qubanın perspektiv inkişafı üçün əlimizdən nə gəlirsə onu edək. Və bir daha oturan insanların hər birini səmimi qəlbdən təbrik edirəm. Sağ olun. Mübariz Bey'e bu güzel sözlerine göre teşekkür edirik. Bu xeyir dualarını bir tapşırık kimi kabul edirik ve küçük bir hediyemizi bize liseye gösterdiği qaydaya göre minnətdarlıq əlaməti olarak küçük bir hediyeni təqdim etmek için Şah Öğretim İşletmeler Şirketinin Prezidenti Enver Bey'i tekrardan buraya davet edirik. Buyurun Enver Bey. Mübariz Bey'e ve Enver Bey'e teşekkürler edirik ve programımızı devam edirik. Babalarımızdan emanet aldığımız üç renkli bayrağımız illerdir, etibarlarla dalgalandı, zirveler fethetti. Bayrağa olan sevgi ve sadakatimizi önderimiz Heydər Əliyevin abdesi karşısında da göstermek için yola çıktık. Yola çıktık. Bayramları bayram eden üstündeki kandır. Torpak eğer uğrunda ölen varsa vətəndir. Bırakınız seyredeyim, düşüneyim, okşayayım bu sevimli üç boyalı, üç mənalı bayrağı. Meleklerin kanadın üzerine kölge salan neymiş aman Allah o yurdumun bayrağı. Bayrak bizim için namus demektir. Bayrak bizim için mənlik demektir. İndi ise sizlerin huzurunda bayrağa olan hürmetimizi, bayrağa olan sevgimizi göstermek
göstermek istedik. Getirin benim bayrağımı, benim şehrimi, şerefimi, tarihimi, şehitlerin kanından olan bayrağımı. Getirin müqəddəs bayrağımı. Göy çiçekler, ol çiçekler, yaşlı atlar kafasını. Xeyr, çiçek solur, atlar yerde kaplanır. Fakat bizim bayrak ucaları pek seviyor. Ulduzlardan, hilaldan da yükseklerde fırlanır. Kölgesinde eğilip bir güzeli kuşmada, uçarak sevdiğiyle yükseklere uçmada. Bu görünüş bir ananın şefkatine okşayır. Düşündükçe duyguları vicdanına okşayır. Bu ay, bu ulduz, bu yarın kurultayı ne demek? Biz de böyle söylemek. Bu Göyboya, Göymoğolların kalma bir Türk nişanı, bir Türk oğlu olmalı. Yaşıl boya, İstanbul'un sarsılmayan imanı, yüreklere dolmalı. Bu al boya, teceddüdün fermanı, medeniyet bulmalı. 8 uçlu bu ulduzla, 8 harfli od yurdu. Esaretin gecesinden fırsat bulmuşmuş gibi yükseklere uçmuştur. Bu hilal da Türk bilinçli, düzgün sevgi nişanı yurdumuza kuşmuştur. Allah emellerim edip bu bayrağı intikal, birer doğru olmuş bir adam istiklal. Yüreğimde bir dilek var, o da doğru kesilsin. O gün olsun bir gün bayrak Turan üstü açılsın. Ey mavi göylerin kırmızı ve süsü, bacımın gelinliği, şehidimin son örtüsü. Işık dalga bayram, senin destanını okudum, senin destanını yazacağım. Sağ benim gözümle bakmayanın mezarını kazacağım. Seni